Azərbaycan oftalmologiya elminin parlaq siması, akademik Zərifə Əliyevanın yüzlərlə insana qaytardığı görmə qabiliyyəti bu gün də həm elm, həm də insanlıq tarixində əvəzsiz bir səhifədir. İndi sizi o səhifələrin içərisində gizlənmiş bir xatirə ilə tanış edəcəyik. ...79-cu ilin fevral ayı idi. Həmin vaxtı mən Bakı Məişət Kondisioneri Zavodunda, ştamplama sexində kəsici alətlər sahəsində çilincər işləyirdim. Biz dəzgahda dəmir kəsirdik. Bu vaxtı mən özüm indi, bəlkə də sərhənkarlığımdandır nəysə, birdən əlim sürüşdü. Təsadüfən, deməli, orada olan dəmir qolumu kəsdi, sol qolumu, deməli, özü babətlər kəsmişdi. Və bir də dəmirin biri tilinə durmuşdu və bu vaxtı gözümə dəydi. Bu hissədə gözümə dəydi. Həmin vaxtı zavodun nəzdində paniklərdə fəaliyyət göstərirdi. Deməli, mən sonradan bildim ki, Zərifə xanım Əliyeva da həmin zavodda deməli, gəlib müşahidələr aparır, oradan həm təcrübələr aparır. Deməli, qolumu yarasını bağlayan vaxtı eyni zamanda gözümü də müayinə elədilər. Orada bir yaşlı bir qadın vardı, tez məni stola əyləşdirdi masaya. Ondan sonra belə deyil, gözümü müayinə elədi. Bu vaxt Zərifə xanım da içəri girdi və xalatını geydi. Dedi, nə olub bu uşağa? Tez, deməli, həyəcanla, tez, deməli, xalatını geydi və başladı mənim gözümü müayinə eləməyə. Deməli, harca 15, bəlkə də 20 dəqiqədən artıq gözümü müayinə eləyəndən sonra, yəni dərman qoydu, bağladı, sarğı qoydu. Sonra yenə də aparata saldı, baxdı. Ondan sonra deyir, yox, deyirsən şükür, hər şey yaxşıdır. Və Zərifə xanımı sonradan mən bildim ki, bu öndərimiz Heydər Əliyevin həyat yoldaşı Zərifə xanım Əliyevadır. Zərifə Əliyeva yalnız öz sahəsindəki peşəkarlığı ilə deyil, humanizm, mərhəmət, şəfqət, qayğı kimi nəcib rəftarı ilə də insanların xatirəsində özünə əbədi yer qazanıb. Onun şəfqətli əllərinin toxunuşunu bu gün də gözlərində hiss edən Ədalət müəllim, görkəmli oftalmoloqun həyəcan dolu və qayğıkeş baxışlarını üzərində hiss edir. Açıq deyim ki, onun belə deyək, həyəcanlı sifətini mən indi də xatırlayıram. Tez-tez deməli, narahat olma, hər şey yaxşı olacaq, belə bir sözlərlə deyirlər. Saçımı da sağlar ki, qorxma, heç bir şey yoxdur. Zaman keçdikcə hiss elədim ki, bu əsl Azərbaycan qadınıdır. Onun geyimi, davranışı, səmimiyyəti, belə deyək, insanlara qarşı o belə qayğıkeşliyi, belə deyək, hər insanda elə bir xüsusiyyət ola bilməz. Bu Zərifə xanımda belə deyək, bəlkə də fiziki bir istedad idi. Növbətçi həkim, orada o tibbacı dedi ki, dünən Zərifə xanımı yaman qorxudunuz, bugün də özə gəlməyəcək. Onun konfransa çıxışı da var, yəqin ki, orada olacaq. Bu vaxtı deməli, qapı açıldı, Zərifə xanım içəri girdi, gülə-gülə, belə deyək, o səmimiyyətlə dedi ki, necəsən, indi özünü nətər hiss eləyirsən? Dedim, yaxşıyam. Dedi, dünən yaman bizi qorxudun, ha. Yenə də mənim aparatla müayinə elədi, deməli, gözümü yoxladı. Dedi, yox, deyəsən, ana namaz üstündəydi, hər şey yaxşı olur. Əlimi həmişə gözümə çəkəndə, burada indi düyün kimi qalır, o yaranı yerin, belə deyək, sığallayanda həmişə Zərifə xanım Əliyevanı xatırlayıram. Və deyirəm ki, bu mənim, deməli, gözümün müalicəsinə Zərifə xanım Əliyeva qayğı göstəribdir. Zərifə xanımın şəfqətli və şəfalı əllərinin gözlərinə nur bəxş etdiyi yüzlərlə xoşbəxt şəxslərdən biri olan Ədalət Əhmədov kənd məktəbində dərs deyir. Bir neçə kitabın müəllifi olan ziyalı, akademik Zərifə xanım Əliyeva ilə də bağlı xatirələrini qələmə alıb. Növbəti kitabını da məhz bu mövzuya həsr etməyi düşünür. Mən bu günə qədər 9 kitab müəllif olmuşam. O cümlələr rayonumuzun şəhidləri haqqında vermişəm. Sonra himnimiz, bayrağımız, gedimiz haqqında vermişəm. Liderimiz Heydər Əliyevanın keçdiyi ömür yolu haqqında bir müqəddəs varlığımız adlı bir kitabımda ondan bəhs eləmişəm. Və bir də Ədəbi Düşüncələr adlı kitabımda ümumi liderimiz Heydər Əliyev haqqında materiallar vermişəm. Ancaq gələcəkdə nəzərdə tutmuşam ki, yaddaşlarda yaşayanlar adlı bir kitab çap eləyim və həmin kitabda həm Zərifə xanım Əliyev haqqında, həm ümumi liderimiz Heydər Əliyev haqqında yazılarım artıq hazırdır. Onları kitab halında nəşr edim və oxucuların ixtiyarına verim.
Culfanın kiçik bir kəndində böyük xatirələrlə yaşayan Ədalət Əhmədovun timsalında bir daha şahidi oluruq ki, Zərifə xanım Əliyeva ünsiyyətdə olduğu bütün insanların xoş sözlərlə, minnətdarlıq hissi ilə xatırladığı sevimli bəndə, mərhəmətli insan, istedadlı və böyük şəxsiyyətdir. Ruhun şad olsun, böyük insan. Röyal Məmiyev, Səbinə Elxan qızı, İlqar Məmmədov, NTV Xəbər.